Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Urban Expo sərgisinin rəsmi açılış mərasimi baş tutub. Bir xəbər media xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, VUF-13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin məskunlaşma proqramının icraçı direktoru Ana Klaudiya Rosbach iştirak ediblər. Onlar qırmızı lenti kəsərək sərginin rəsmi açılışını elan ediblər. Qeyd edək ki, ümumi sərgi sahəsi 35.000 kvadrat metrdir. Bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15 akademiya və tədqiqat qurumlarıdır. Ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir. 44 özəl sektorun nümayəndəsi, o cümlədən 14 startap iştirak edir. 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur. Burada milli hökumətlər, şəhər administrasiyaları, beynəlxalq təşkilatlar, akademik dairələr, innovatorlar və özəl sektor liderləri praktik həlləri və tərəfdaşları nümayiş etdirirlər.